Deməli, uşaqlar, biz litosfer tavalarının toqquşması haqqında, eyni zamanda ayrılması haqqında keçdik. Amma xüsusilə ilk dərs toqquşma haqqında danışdıq. Litosfer tavalarının toqquşması dedik iki cür olur. Materik tavasının toqquşması, bir də okean tavası ilə materik tavasının toqquşmasıdır. Burada xətlərə diqqət edəcəksiniz. İki materik tavası toqquşanda ikisində də qranit qatı olduğu üçün ikisi də sanki güclüdür və toqquşanda yuxarı qalxır oklar hər ikisi. Bu zaman quruda sıra dağlar, qırışıq dağlar, eyni zamanda qırışıq dağlar dedik ki, cavan dağlardır. Cavan dağlar bu hissələrdə vulkan zəif olur, amma zəlzələlər daha güclü olur. Çünki torpağı qalınlığı hündür olduğu üçün ocaq biraz dərində yerləşir. Nəticədə vulkan səthə çıxmaqda çətinlik çəkir. Amma zəlzələlər daha çox olur. Buna misal olaraq Himalay dağlarını göstərmək olar. Hind-Avstraliya tavası ilə Avrasiya tavası toqquşaraq Himalay dağlarını yaradır. Və yaxud da ki, Afrika tavası Avropa tavasını sıxışdırır. Avropada yerləşən cavan dağlar formalaşır. Azərbaycanda yerləşən Qafqaz dağları da materik tavasının toqquşma zonasında yerləşən dağlardır. Okean materik tavasının toqquşması subduksiya adlanır. İki yerdə olur. Birinci, Şimali-Cənubi Amerika, baxın bu hissədə Şimali-Cənubi Amerikanın sahillərində. İkinci isə Sakit Okeanla Avrasiya tavasının toqquşmasıdır. Yəni, Sakit Okean şərqdə Şimali-Cənubi Amerika ilə toqquşur. Qərbdə Avrasiya ilə toqquşur. Nəticədə burada da sıra dağlar, quruda sıra dağlar, Ant-Kordilyer dağları, okeanda göz şəkilli adalar, bir də dərin çökəkliklər, novlar yaranır. Buna biz subduksiya da deyirik. Tutaq ki, ən çox belə sual düşür. Ant dağları hansı tavaların toqquşmasından yaranıb? Subduksiya Ant dağlarıdır. Ant dağları da Naska və Cənubi Amerika tavasının toqquşmasından və yaxud da Sakit Okean Cənubi Amerika tavasında toqquşmasını deyə bilərik. Çünki Naska Sakit Okeanın bir hissədir. Burası Sakit Okeandır, Naska da sanki bölünüb, buranı da Naska adlandırıblar. Demək, litosfer tavalarının toqquşması nə adlandı? Konvergent adlandı. Konvergent neçə cür olur? İki cür olur. Materik toqquşması, okean materik toqquşması. Okean materik toqquşması subduksiya adlanır və iki yerdə müşahidə olunur. Biri Şimali Amerika ilə Cənubi Amerika Sakit Okeanla toqquşur, bir də Avrasiya Sakit Okeanla toqquşur. Şimali-Cənubi Amerika tərəfdə quruda sıra dağlar yaranır, Kordilyer Ant dağları, okeanda dərin novlar, çökəkliklər yaranır. Peru çökəkliyi, Çili çökəkliyi buna aiddir. Eyni zamanda dedik ki, Avrasiya tavası ilə toqquşanda quruda sıra dağlar yaranır, adalar yaranırdı. Kuril adaları, Rük adaları, Yapon adaları, Yeni Zelandiya adaları da toqquşma zonasında yaranan adalardır. Bundan başqa dedik ki, materik tavası toqquşanda da quruda ancaq sıra dağlar yaranır. Himalay dağları, Qafqaz dağları bunlar misaldır. Cavan dağlar qırışıq dağlar adlanır. Qırışıq dağlar məsələn Himalay dağlarıdır, Ant dağlarıdır, Kordilyer dağlarıdır. Bunlar qırışıq dağlardır. Qırışıq dağlar hündür olurlar, pik uclu olurlar və Kaynoz erasında yaranırlar və bu bütün hadisələr Alp qırışıqlığında baş verir. Yəni Alp dağ mərcəlməsində baş verir və yaxud da Kaynoz erasında baş verir. Fikir verin, materik tavası toqquşanda oxlar belə olur. Okean materik tavası toqquşanda isə oxlar bu cür olur. Çünki okean tavasında qranit qat olmağı üçün, yüngül olduğu üçün o alta gömülür, üstünə isə materik tavası çıxır. Və yaxud da bəzən biz keçəcəyik ki, litosfer tavalarının ayrılması o divergentdir. Onu gələn dəfə izah eləyəcəm. Əsas odur, siz bunları öyrənin yaxşı, təkrarlayın, kitabda da qeyd olunub. İndi konvergentdə yerləşən adaların videosunu atacağam, ona da baxıb öyrənərsiniz.